Uşaqlar yazdıqsa deyərsiz ekranı sürüşdürərəm yuxarı. Uşaqlar yazı demədim biraz aşağı sürüşləyə bilərik. Əgər görünən testləri hamı yazıbsa, hə, olar. Yazsaz məlumat verin, sürüşdürüm yuxarı. Bir Yazdım. dənə altına yazım qalıb. Hə, tələsməyin uşaqlar, rahat yazın, ondan sonra məlumat verərsiniz. Çevirə bilərik. Uşaqlar, bunları yazmayan var aranızda. Hamı yazıbsa onda düşürəm aşağıya.
Digər suallara keçə bilərik. Üç və 7-ni yazıbsınız uşaqlar. Bəli. Bəli, bəli. Bəli. Dördlə 8-in də variantlarını işarələyin. Yazın, məlumat verirsiniz. Keçərik digər səhifəyə. Bilə bilərik aşağı. Hamı yazıb uşaqlar 4 və 8-i. Bəli.
Yazdım müəllim. Uşaqlar testi Yazdım. yekunlaşdırandan sonra məlumat verin, yoxlayaq. Yoxlayaq. Səccad da bitiribmi? Səccad bitirmisən yoxsa qalıb hələ? Bitirmişəm. Sən gözləyirəm, ona görə soruşdum. Sənin səsin gəlməyib hələ, ona görə dedim. Dəqiqləşdirək. Onda yazan yoxdursa, hamı yazıbsa başlayaq yoxlamağa. Demək, Başlayaq. birincidə uşaqlar 1D, 1D, 2Y, 3B, 4C, 5B, 6C, 7D, 8A, 9E, 10A. Yoxlaya bildinizmi? Bəli, müəllim. 5 nə idi? 5B. Başqa qaldı mı uşaqlar yoxlaya bilmədiyiniz? Onda keçək izah eləyək, hamı yoxlayıb deməli. Demək uşaqlar, birincidə deyir ki, işarəsi verilmiş faydalı qazıntıya aid olan əlamətləri seçin. Burada işarə nəyə aid idi uşaqlar? Teolit gili. Seolit gilinə. Deyir ki, Qaradağ yatağından çıxarılır. Seolit gili hardan çıxarılır uşaqlar? Kim deyər, haradaydı Seolit gili? Tovuzda Ağdağ yatağı deyil uşaqlar. Seolit gili filiz mənşəlidir, yoxsa qeyri-filiz? Qeyri-filiz məsələn. Qeyri-filiz mənşəlidir. Demək filiz deyil. 2-ni götürdük. Sonra filiz də deyil də qeyri-filizdir. 4 deyir, kimya və kənd təsərrüfatında istifadə olunur. İstifadə oluna bilərmi? Bəli, doğru. Dilindən kimya və kənd təsərrüfatında istifadə olunur, düzdür. Tovuzda da Ağdağ yatağından çıxarılır, bayaq dedik də. Doğru cavab burada siz üçün D bəndidir. 2, 4, 5. Növbəti ikinci suala baxaq uşaqlar. İkinci sualda deyir, verilən əlamətlərin aid olduğu faydalı qazıntının işarəsini təyin edin. Deyir, şüşə istehsalında istifadə edilir. Hacıvəli və Hökməli yataqlarından çıxarılır. Şüşə istehsalında istifadə olunan kvars qumu, bəli, təbii ki. Uşaqlar, kvars qumunun işarəsi hansıdır? E bəndi. Bəli, təbii ki, Y bəndi. Bəs A-da nəyin işarəsidir uşaqlar? Dəmir filizi. Dəmir. B-də? B-də barıt. Barıtın işarəsi. C-də? Civə. D-də? Molibdemiz. Düzdür. Y-də isə dediyiniz kimi kvars qumunun işarəsidir. Üçüncü suala baxaq. Deyir ki, ölkəmizdə əsas molibden yataqlarını seçin. Əsas molibden yataqlarımız hansılar idi uşaqlar? Paraqçayla diaqçay. Ordubadda Paraqaçay ilə Diaqçay. 2-5 B bəndi. Dördüncündə baxaq. Deyir ki, doğru sıraları müəyyən edin. Birinci nəyin işarəsidir uşaqlar? Mis. Misin işarəsidir. Mis Kəlbəcərdə var, amma Göydərə yatağından çıxarılırmı? Xeyr. Gədəbəcər. Bəli. Göydərə yatağından çıxarılır. Bəs nə çıxarılır Göydərədən uşaqlar? Kəlbəcərdə Göydərə, Laçında ipək, nə çıxarılır oradan?
Romit. Omid. Bromit çıxarılır, bəli. Bir ona görə yanlışdır. İkincidə nəyin işarəsidir? Dəmir filizi. Dəmir filizi deyir. Hamançay yatağında və Daşkəsən rayonunda. Düzmü deyir? Bəli, düzdür. Düzdür. İkini götürürük. Üçüncüdə nəyin işarəsidir? Qaz yataqları. Qaz yatağı Xəzər dənizində Şah dəniz. Düzmü deyir? Xeyr. Düzdür. Düz deyil. Düz Düz. fikirdir də uşaqlar. Şahdəniz yatağı Xəzər dənizində yerləşir. Quruda yerləşən yataq deyil. Şahdənizdir, Ümiddir, Abşerondur, Bahardır, Dan Ulduzdur. Xəzər dənizində yerləşən qaz yataqlarıdır. Qurudakı qaz yataqlarımız isə Qaradağ, Qobustan, bir də Gürgən Zirəkdir. 4-də deyir ki, bu işarə zəyillik yatağından çıxarılır. Yəni bu faydalı qazıntı və Daşkəsəndə yerləşir. Düzmü fikirdir? Bəli, Düzdür. alülit işarəsi Bəli, doğrudur. alünitli və zəyillikdə Daşkəsəndən çıxarılır. 5-cidə nəyin işarəsidir bu? Neftin. Neftin. Muradxanlıdan neft çıxarılırmı? Neft çıxarılır, amma Abşeron rayonunda deyil. Bəs hardadır? Yasama siyasətində. Kür çökəkliyindədir. Uşaqlar Kür Araz ovalığındadır. Ona görə də 5 də yanlış idi. 2, 3, 4 C bəndi idi burada doğru cavabınız. Baxaq 5-ci suala. Kiçik Qafqazda filiz faydalı qazıntıların geniş yayılmasının səbəbi nə idi uşaqlar? Maqmatik suxurların geniş yayılması. Bilirsiniz də uşaqlar, filiz faydalı qazıntılar maqmatik suxurlarda olur. Çökmə suxurların tərkibində olmur. Doğru cavabımız 5 üçün B bəndidir. 6-da doğru sıraları müəyyən edin. Qalaltı mineral bulağı Quba rayonunda mı yerləşir? Şabranda. Şabranda. Bu mineral bulağı Qəbələdə mi yerləşir? Bəli, Bəli. qəbul edir. Bəli. Minkənd Kəlbəcərdə yerləşir. Laçında. Xeyr, bəli, Laçında yerləşir. Tutqundu Minkənddir. Xalxal mineral bulağı bəs? Doğrudur. Doğrudur. Düz. 2, bəli, 2 və 4 doğrudur. Hələ ki Çuxuryurd Şamaxıda mı yerləşir? Bəli, doğrudur. 2, 4, 5 C bəndi doğrudur. Bəs Xaltan mineral bulağı harda yerləşir uşaqlar? Quba. Bəli, Qubadadır, Xaltandır, Cimidir, Xaşidir və s. Demək ki, 7-ci sualda deyir ki, mərmər ehtiyatları ilə daha zəngin olan ərazilərimizi seçin. Hansı ərazilərimiz mərmərlə daha zəngin idi? Daşkəsən, Şərqi Orta. Yox, Quba. Daşkəsən, Şərur, Quba 2, 3, 5. D bəndi 7-də. Uşaqlar, hansınıza səhv yazdığı sual olanda deyərsiniz, qoy bilim harda zəifliyiniz var. 8-ci sual səhv oldu. Muradxanlı neft yatağının səciyyəvi xüsusiyyətlərini seçmək istəyir sizdən. Uşaqlar, Muradxanlı neft yatağı deyir ki, 4-cü dövrün çökmə suxurlarında yerləşir. Düzmü deyil? Niyə səhv deyir? Mezozoydaydı. Əla, Mezozoik. 4-cü dövr bəs hansı eraya aiddir? Kaynozoy. Bəli, Kaynozoya. Ona görə bir yanlışdır. İkincidə deyir, Kür çökəkliyi təbii vilayətində yerləşir. Ola bilər. Aha. Üçüncüdə Mezozoy yaşı suxurlarda yaranmışdır. Doğrudur. Düzdür. Doğrudur. Maqmatik suxurlarda əmələ gəlmişdir. Çökmə Doğru. suxur. Yanlışdır. Maqmatikdə çünki neft və yaxud da üzvü mənşəli faydalı qazıntı yarana bilməz. Çökmə suxurda yaranır, bilirsiniz. Tektonik qalxma zonasında yerləşir. Xeyr. Xeyr. Tektonik çökmə zonasında yerləşir. Doğru. Düzdür. 2, 3 və 6-dır burada sizin üçün doğru cavab uşaqlar. Qalxma zonasında yerləşsəydi maqmatik suxurlarda yaranardı və maqmatik suxurlarda da bilirsiniz ki, filiz faydalı qazıntılar yayılır. Sonra 9-cu sualımıza baxaq. 9-u səhv edən olmuşdumu uşaqlar? Xeyr. Çovdar və başqışlaq yataqlarından çıxarılan təbii ehtiyata aid olan əlamətləri seçin. Nə çıxarılır bu yataqlardan? Barıt. Barıt. Barıt çıxarılır, düzdür. Barıtdan qara metallurgiyada xammal kimi istifadə olunurmu? Deyil. Olunmur. Aha, neft quyuların qazılmasında istifadə edilirmi? Bəli. Edilir. Edilir. Əsasən Kiçik Qafqazda yayılmışdır, deyir barıt. Düz deyir. Düz deyir.
Daha sonra tektonik qalxma zonasında yerləşir. Səhvdir. Çökmə olmalıydı. Kiçik Qafqaz dağları bəs tektonik Doğru. qalxma zonası deyilmi Aydan? Düzdür bu. Düz Bəs fikirdir. Bəli. qeyri-filizdirsə çökmə olmalıdır. Hə, belə deyək də, qeyri-filizlər metamorfik süxurun da tərkibində yarana bilər, maqmatikin də tərkibində ola bilər, çökmənin də tərkibində ola bilər. Məsələn, yanar mənşəlisə çökmə süxurlarda olur. Burada barıtdan isə tektonik qalxma zonasında Çovdav və Başqışlaq yataqlarında çıxarıldığını qeyd edir. Yəni doğru fikirdir. Axı Kiçik Qafqaz dağlar tektonik çökmə zonası deyil, Aydan. Qalxma zonasıdır. Çovdarla Əslində sualı düz yazmışdım, amma biraz başa düşməmişdim. nə çaşdırdı ki səni yəni burada? Yəni düzgün cavab elə E bəndi idi, digər Hə. bəndləri çıxandan. Amma ki dedim ki, yəni bu qeyri-filiz olduğuna görə gərək çökmə süxurlarda yayılsın da. Hə, anladım. Gədəbəy ilə Daşkəsəndə də o da Kiçik Qafqaz tektonik qalxma zonasıdır. 2, 3, 4-dür doğru cavab. 10-da deyir, ölkəmizdə polimetal ehtiyatlarının yayıldığı ərazilər. Uşaqlar, bu Zaqatala Balakəndi bilirsiniz 1-dir, 4 Kəlbəcər, 5-ci isə Şərurda Gümüşlü yatağından. Bəli, 1, 4, 5. Burada da A bəndi idi doğru cavabımız.